Salam, bugün lavaşdan qəlyanaltı hazırlayıram. İlk olaraq 2 dəstə ispanağı xırda-xırda doğrayırıq. Sonra bir dəstə keşniş, bir dəstə şüydü də eyni formada doğrayırıq. Hər üçünü bir qaba yığıb, üzərinə 1 çay qaşığından az duz tökürəm. Duzun hər tərəfə yayılması üçün qarışdırırıq. 4-5 xörək qaşığı mayonezin üzərinə 3 diş rəndələnmiş sarımsaq, çay qaşığının ucunda pul biber əlavə edib qarışdırırıq. Qəlyanaltı üçün mən ev lavaşından istifadə etdim. İstədiyiniz lavaşdan istifadə edə bilərsiniz. Bu formada kəsirik. Lavaşın üzərinə bu formada mayonezdən çəkirik. İçlikdən 1 xörək qaşığı əlavə edib bükürük. Qəlyanaltıları eyni qaydada hazırlayırıq. 20-23 ədəd qəlyanaltı alındı. Tavaya 2 xörək qaşığı bitki yağı əlavə edib hər tərəfini yayırıq. Qəlyanaltıları tavaya düzüb hər iki tərəfi qızarana qədər pişiririk. Ləzzətli və asan qəlyanaltı reseptidir. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm.